Değerli izləyicilər, bugün biz bir pasiyentin qalxanmalı vəzi UTSS müayinəsində nə müəyyən etdik? Yəni, gördüyünüz kimi qalxanmalı vəzin ölçüləri böyümüşdür. Vəzin ölçülərinin böyüməsində həm də vəzin vaskulizasiyasını artdığını müşahidə edirik. Qalxanmalı vəzdə vaskulizasiya bu qanlanmasını göstərir, çox sürətlənmişdir. Hər iki payda eynidir, yəni solda da eynən vaskulizasiyası yüksəlmişdir. Və vəzin həm həcminin böyüməsi qeyd olunur, həm də boyun hissə qeyd olunur. Yəni boyun hissədə normalde 4-6 mm qədər olur, bu pasiyentdə isə 10 mm üzərindədir. Sizdə yəni ilk əlamətlər nə cür başlanmışdır? Yəni hansı əlamətlərlə başladı? Yəni birinci növbədə saz tökülməsi oldu, elə? Saz tökülməsi, sonra saz tökülməsi, sürəti döyülməsi, əllər titrəmədə, ondan sonra misal belə tez-tez yorğunluq olunur. çəkik hissi oldu da. Bəli, sürətli şəkildə. Misal üçün 5 kilo mənim 3 gün ərzində etdirildi. Əllərdə zat rəsmi oldu. Oldu. Bəs əl tərləməsi? Əl tərləməsi yox, ayaq tərləməsi oldu. Bir də qeyd edirsiniz ki, ayaqlarda ağrılar var. Bəli. O yaxın zamanlarda oldu, ayaqların üçü tutulurdu. Tutulması var. Xəstəyə tirostatiklərlə müalicə başlanılır, hormonlar yoxlanılır, TSH antiçinləri yoxlanılır. Bu xəstədə pasientdə bilavasitə Graves xəstəliyidir. Graves xəstəliyi autoimmün bir xəstəlikdir. Və burada taktika ilkin olaraq tirostatiklərlə başlanılır. Yəni hormonun aşağı salan dərman müalicəsi. Bunları da biz bir il yarım, yəni 2 ilə qədər verə bilirik. Bəzi hallarda dərman əlavə təsirlər üzrə çıxa bilər. İndi pasiyent bizə müraciət etməsinin səbəbi də bu pasiyenti yəni əməliyyat edək, yoxsa bilavasitə dərman müalicəsi davam edilir, onun müzakirəsi. O da yəni aslında bizim TSH antiçinlərinə qarşı olan, belə deyək, TSH antiçinlərin titrindən ki, yəni bu titrdə emmə var ya yox, bir də qalxanmalı vəzin uzidə onun həcmindən. Yəni bu iki göstərici bizə hansı müalicə üsulunun seçilməsində, qərar verilməsində bizə kömək edəcək. Oldu. Değerli izləyicilər, mən bugün sizə bir pasiyent haqqında məlumat vermək istərdim. Yəni, burada danışmamızda səbəb odur ki, burada bu xəstədə nə baş verir? Yəni, əvvəl virus infeksiyası keçirir, həstədə temperatur yüksəlir və temperatur yüksəldikdən sonra boyun nahiyəsində, boğaz nahiyəsində ağrılar baş verir. Və ağrı olduğu üçün həkimə müraciət edir. Həkim müayinələrdən keçirir, yəni UTSS müayinəsində dəyişiklik qeyd olunur və həm T3, həm T4 hormonunun yüksəlməsi, TSH-ın aşağı enməsi, qanın ümumi analizində eritrositlərin çökmə sürətinin yüksəlməsi və seyr-reaktiv üzrağının isə artması qeyd olunmuşdur. Və bu pasiyentdə isə antibiotik terapiya, eyni zamanda hormonlar yüksək olduğundan tirostatiklə başlanmışdır. Amma burada yanaşma, düz yanaşma olmamışdır. Çünki bu xəstədə yarım kəskin tiroiddir. Biz xəstənin uzun müayinəsi etdik. Yəni UTSS müayinəsində burada sağ payda belə bir hipoxogen bir sahə qeyd olunur. Yəni bunu düyünlə diferensiya etmək lazımdır. Yəni düyün bu sağ paydakı olan hipoxogen sahə kənarında isə tam sərhəd yoxdur və bunun yanında isə sağlam toxuma yerləşirlər. UTSS müayinəsində isə əsas xarakterik görüntüsü odur ki, bu xəstələrdə yəni müayinə zamanı həmən nahiyəni müəyyən dərəcədə təzyiq etdikcə ağrı qeyd olunur. Səndə burada da ağrı, bu nahiyədə ağrı qeyd olunur. Eyni sol tərəfdə də, yəni biz həmən iltihab görüntüsünü görürük. Yəni burada da bu hipoxogen bir sahə var. Yəni bu xəstəliklər çox əvvəl bir payda yəni başlayır, sonra isə digər paya keçir və burada da hər iki payda yəni iltihab əlamətləri var. İndi sənin şikayətlərin haqqında, yəni sizdə nə oldu? Hansı şikayətlər oldu? Məndə ürək döyüntüsü artır. Ürək döyüntüsü artır, temperatur yüksək olur. Halsızlıq. Ayaqlarıma kimi. Ayaqlarına açıqlar oldu. Pilləkən qalxanda. Bir də sənin müalicə başladı, müalicə müddətində yəni antibiotik terapiya başlandı, tirostatika verir. O müddətdə nisbətən yaxşılaşma hissi alınır, ağrılar da azalır. Biraz Tamam. Yəni burada bizim çatdırmaq istədiyimiz, yəni verdiyimiz mesaj odur ki, yəni yarım kəskin tiroidlərə yanaşma tam fərqlidir. Bu xəstələr diqqətli, yəni bilavasitə anamnezini toplamaq lazımdır. Çünki anamnez belə xəstələrdə bizə doğru yol göstərir və xəstənin vaxtında aşağı etməyə və düzgün müalicə üsulunun seçilməsinə bizə imkan yaradır. Xəstənin diaqnozu yarım kəskin tiroiddir. Burada bizim verəcəyimiz preparatlar eristeroidlər və CRP-nin göstərisini görə isə steroidlər də ola bilər. Allah xəstəndə şəfa versin, müalicə yazıb yola salasın.